Video görmüşdüm bu yaxınlarda, yəni yoldaşı ilə bir yerdə süni zəka vasitəsilə danışır. Mən indi səhər yuxudan durdum, mən yoldaşıma nə yazmalım? Ona bunu yaz, o ona yaz. O dedi ki, sənə birinci o demədi, sabahın xeyir. Deməli o səni onda sevmir. O dedi ki, onda sən məni sevmirsən və bu əksinə bir konfliktə gətirib çıxartdı. Yəni nə qədər dərəcədə sənin həqiqətən də süni zəka səni doğru istiqamətləndirəcək. Yəni artıq burada yəni böyüyən uşaqlar artıq onu istifadə edəcəklər. Yəni buradan qaçış yoxdur. Amma düz insanlar öz narahat duyğularına oturmaq istəmir ki, hansı ki, yəni biz terapiyada da buna önəm verilir ki, yəni doğrudan oturmalısan o çətin duyğularla başqa cürə, yəni məsələn müəyyən travmatik şeylərə keçə bilmirsən. Bunu asanlaşdırır ChatGPT, amma və ya süni zəka bunu asanlaşdırır biraz ki, sən rahat keçəsən. Çünki bu travmatik hadisələr olsun və yaxud səhv narahat edilən duyğular olsun, biraz utanc hissi də verə bilər insana və utanc hissi məncə bəlkə də bilmirəm, siz razı olarsınız, ən ağır hisslərdən biridir və ən ağır hisslər daşınması çətin. Üzləşməsi çətin olur və süni zəka kömək edir ki, sən utanc duyğusuna üzləşməlisən. Biraz o var məncə.